Fatihə surəsi 7-ci ayə. Sıratallezîne en'amte aleyhim gayrel mağdubi aleyhim veleddallin. Ayənin tərcüməsi. Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların yoluna yox. Ayənin təfsiri. Bu ayə əslində əvvəlki ayədə deyilən doğru yol məfhumu sözünün gözəl bir açıqlamasıdır. Burada bəndə Allahdan istəyir ki, onu pis əməlləri və əqidə azğınlığı ucbatından öz qəzəbinə tuş gəlib yoluna azanların yoluna deyil, hidayət, müvəffəqiyyət, haqq yolunun ardıcıllarına rəhbərlik, elm, əməl, cihad, şəhadət kimi nemət verdiyi şəxslərin yoluna hidayət etsin. Biz doğru yolu tam olaraq tanımadığımıza görə Allah-u Teala bu ayədə göstəriş verir ki, ondan bizi peyğəmbərlərin nemət verdiyi şəxslərin yoluna yönəltməsini istəyək. Eyni zamanda bizə xəbərdarlıq edərək bildirir ki, qarşınızda iki azğınlıq yolu, Allahın qəzəbinə tuş gələnlərlə yolunu azmışların yolu vardır. İnşallah növbəti videoda bu barədə ətraflı məlumat verəcəyik. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.